Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə yeni test toplu ikinci hissə artıq satışa çıxarılıb və mən də öz hazırlığımda şagirdlərə ikinci hissədən təbii ki, işlədirəm. Kifayət qədər yeni suallar var. Bu videoda həmin suallardan, yəni birinin izahını verəcəm. Qeyd edeyim ki, sualımız göründüyü kimi fiqurların sahəsi bölməsinə aiddir. Gəlin baxaq sualın izahına. ABCD kvadrat MSK hipotenuzu 4 kök 2 olan bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Bura 4 kök 2-dirsə, o zaman 4 4 qalır. Və S MSK-nın sahəsini mən tapım. Deməli, katetləri hasilinin yarısıdır. Yəni 8-dir. Baxın, MSK 1-in 9-adırsa və MSK-nın sahəsi, yəni ABMKD MSK-dan 9 dəfə böyükdür da, bunu demək istəyir bizə. Yəni mən buranın sahəsini 8 tapmışamsa, o zaman bura olacaq ondan 9 dəfə böyük. Yəni 72. Tərəfə bir A desəm, o zaman kvadratın belə deyək, sahə düsturuna görə A kvadrat bərabərdir 80, A da bərabərdir 4 kök 5. Tərəf 4 kök 5-dirsə, o zaman perimetrdə təbii ki olur 16 kök 5. Vəssalam. Qəşəng və maraqlı sual idi və təbii ki sadə həll. Ümumiyyətlə qısa həllər axtarın hər zaman. Uğurlar, növbəti izahlarda görüşmək ümidi ilə.